Xoş gördük. Zümrüdlə addım-addım yenə görüşünüzə gəlib. Bugün maraqlı və vacib bir mövzudan danışacağıq. Cinsi tərbiyədən. Təəssüf ki, hələ də sustuğumuz və susmaqda israr etdiyimiz mövzudur bu mövzu. Yenə qonağım var. Tək bu mövzuyu danışmaq mümkün deyil. Kimdir qonağımız? Klinik psixoloq Vasif Bəşirov. Xoş gəlmisiniz. Xoş gördük. Öncəliklə təşəkkür edirəm dəvətiniz üçün. Bu çox həssas və çox ciddi bir mövzudur. Bu mövzu əslində belə deyək də, valideynlər bəzən müraciət edir ki, məsələn, uşaqlar və yaxud övladları cinsel xüsusiyyətli və ya xarakterli suallar verirlər. Biz bundan necə reaksiya göstərək? Ümumiyyətlə, cinsi tərbiyə nədir? Necə başa düşməlidir? Hələ heç valideyn deyiləm, uşağım olacaq. Amma bilmək istəyirəm ki, cinsi tərbiyə deyiləndə nə nəzərdə tutulur? Əslində, çox qəşəng toxundunuz. Cinsi tərbiyə nədir? Cinsi tərbiyə insanın, məsələn, həm sağlam, həm cəmiyyət tərəfindən qəbul olunan, həm qorunan tərəfində belə deyək, cinsi tərbiyə. Əslində, cinsi tərbiyə olmayanda bizim çox gələcəkdə ciddi problemlərlə qarşılaşa bilirik. Bu problemlər bəzən cinsi pozğunluqlara və yaxud dediyimiz kimi, məsələn, qadınlarda orqazm ola bilməmə problemləri kimi qarşımıza çıxa bilir və yaxud vaginizm problemləri kimi çıxır. Bir çox məsələlər bu cinsi tərbiyədən başlayır deyə bilərik. Cəmiyyət hələ də susur. Məsələn, valideynlər bilmir ki, uşaqlarınla hardan başlasın, nədən başlasın Vasif bəy. Körpə qız və oğlumuz var, 2-3 yaşındadır. Səhv etmirəmsə, mənə bu haqda da kömək edin ki, elə erkən yaşlardan, uşaqlıqdan başlayır cinsi özünü fərqindəlik, özünün cinsi tərəflərini aşkar etmək. Bəs valideyn necə davranmalıdır? Hansı yaşda münasibət cinsi tərbiyəyə necə olmalıdır? Öncəliklə cinsi tərbiyə doğulandan başlayır. Yəni bunu necə izah edə bilərik? Bizdə məhrəmiyyət mövzusu biraz problemli məsələdir. Yəni necə uşaq doğulur, tutaq ki, onun bezini ana dəyişir, bəzən ata dəyişir, xala dəyişir və ya çimdirəndə də bəzən fərqli insanlar çimdirir və yaxud otağına girəndə qapısını döymürük. Məhrəmiyyət olmayanda əslində biz cinsi tərbiyənin təməlini o məhrəmiyyətlə atırıq. Amma sizin vurğuladığınız kimi, əsasən ədəbiyyatlar 2-3 yaşı nəzərdə tutur. Tualet eğitimi ilə, tualet tərbiyəsi ilə başlayan bir prosesdir. Cinsi tərbiyə ilkin olaraq tualet tərbiyəsi ilə başlayır. Düz başa düşdüm. 2-3 yaşında olan uşaq artıq öz belə deyək də cinsel kimliyini bilir. Yəni cinsi olaraq qız və ya oğlan olduğunun fərqinə varır. Bu yaşlarda biz əsasən nəyə diqqət edirik? Əsasən öz bədəninin dəyərli olduğunu, ona icazəsiz kim toxuna bilməyəcəyini paylaşmağa çalışırıq. Əslində burada əsas məqsəd onun daha çox özünü qorumasını sağlaya bilməkdir. Deməli, cinsi tərbiyə gələcəkdə elə həmin yaşlarda belə uşağımızın özünü müdafiə mexanizmini gücləndirmək üçündür və çox vacibdir. Elə isə gəlin lap əvvələ qayıdaq. Bu işlərdə daha çox valideyn ana yoxsa ata üzərinə daha çox yük düşür? Çünki etiraf eləyək ki, bizdə hələ də bu bölgü var. Əslində məsələyə bir mütəxəssis olaraq cinsiyyətçi yanaşmıram. Amma belə bir məsələ var ki, oğlan uşaqlarına daha çox o atalar, qızlara isə analar tərbiyə versə daha məntiqli olar. Bu baxımdan. Bu baxımdan nəyə görə? Biz oğlan olaraq və ya kişi olaraq öz bədənimizi daha yaxşı tanıdığımız üçün və qarşımızdakı həmcinsimizi daha yaxşı anlayacağımız üçün ona görə bu bölgünü belə eləməliyik. Amma əlbəttə istisnai hallarda da ata da qızına və yaxud da ana oğluna bu haqda danışa bilər. Vasif müəllim, belə bir deyim var, mən bunu eşitmişəm. Deyirlər ki, qıza başa salın, oğlan özü öyrənəcək. Gəlin etiraf eləyək ki, qıza başa salmaq da hər valideyn bunun yolunu, yöntəmini doğru bilmir. Və indiki dövr elə bir vaxtda yaşayırıq ki, hər şey əlçatandır. İnternet dövrüdür və gələr qarşısına bu yolu necə öyrənər, hansı şərtlərdə öyrənər, doğru mənbələrdənmi düzgün öyrənər, bununla böyük suallar yaranır bizə. Belə isə valideynlər daha çox harda ehtiyatlı olmalıdırlar? Daha çox bu işi, bu missiyanı üzərinə götürən valideyn
ana və yaxud da ki, ata nədən başlamalıdır? Doğru istiqamət nədir? Hansı cümlələri seçməliyik? Öncəliklə bunu deyim. Məsələn, statistikaya görə oğlanlar daha çox cinsi istismara məruz qalır. Çünki sizin vurğuladığınız kimi, yəni oğlan özü öyrənər məntiqi çox da sağlıqlı bir yanaşma tərzi deyil. Sonra bir digər məsələ dediyiniz kimi, məsələn, nələrə diqqət eləməliyik? Deyək ki, uşaq bu haqda hər hansı bir sual soruşdu. Bunun fiziolojik bir proses olduğunu başa düşməliyik də, bu faciəvi bir şey deyil. Bəzən valideynlər panikaya düşür ya da bu mövzunun üstündən keçməyə, danışmamağa çalışır. Səsini kəsdir. Səsini kəsdir ya da nə bilim böyüyəndə öyrənərsən kimi cavablar verir. Sadəcə burada nəyə diqqət eləməliyik? Əgər birinci qarşı tərəfindən göz təması qurmalıyıq. Bu çox önəmlidir. Ondan əlavə, məsələn, sən nə düşünürsən? Sənin fikrin nədir deyə uşağa soruşmalıyıq. Çünki onun nə qədər məlumat bildiyini ən azından öyrənmək üçün bizə bir yol göstərir bu. Əgər əlimizdə anatomik ədəbiyyat varsa, onlardan istifadə etməliyik və yaxud animasiya filmləri varsa, bunlardan istifadə edib suallarına açıq, net və çox da detay girmədən, çox elmi olmadan izah eləməyə çalışmalıyıq. Sadə dillə. Sadə dillə. Məktəblərdə bunun tədrisi yoxdur, Vasid bəy. Bu sizcə vacibdirmi? Hansı sinifdə, neçənci sinifdən başlamalıdır əgər məktəbdə bunun tədrisi olsa? Əslində bu dediyiniz mövzu, məsələn, məktəblə belə valideyn koordinasiyalı çalışmalıdır. Amma təəssüf ki, bizdə o sistem hələ tam oturmayıb. Amma ən azından yeniyetməlik dövründən başlamalı deyə düşünürəm. Yəni gec deyilmi yeniyetmə? Çünki nəyə görə nəzərdə tuturam? Bizdə əgər valideyn belə deyək də öz fərqindəliyi yüksəkdirsə və uşaqla demokratik şəkildə bir münasib ailə yapısı demokratikdirsə, uşaq onsuz da müəyyən şeyləri valideynlərindən öyrənmiş olur. Amma məktəbdə biz belə deyək də yeniyetməliyi niyə nəzərdə tuturam? Çünki burada testosteron, estrogen hormonu daha çox ifraz olunur. Və uşaqlar bu dövrdə daha çox təhlükəli şeylər dönəmə girir. Bu mənada düşünürəm ki, məktəb üçün yeniyetməlik dövrü daha önəmlidir deyə düşünürəm. Amma valideyn üçün ilk doğulan yaşdan öyrətməsi daha məntiqə uyğundur. Vasid bəy, sosial şəbəkələrdə hamımız varıq və tez-tez qarşıma belə şəkillər çıxır. Valideynlər qız və oğlan uşaqlarının dodağından öpürlər. Bu məni narahat eləyir, açığı. Səbəbini bilmirəm. Narahatlığa dəyərmi? Əlbəttə dəyər. Çünki biz uşaqlarımıza birinci növbədə sərhəd qoymağı öyrətməliyik də. Bu məhrəmiyyət dediyimiz əslində sərhəd məsələsi ilə bağlıdır. Sərhəd qoymayanda biz onu təhlükələrə daha açıq şəkildə böyütmüş oluruq da. Yəni fikirləşir ki, bir anam, atam məni dodamdan öpə bilirsə, demək bunu başqası da eləyə bilər. Və bu cinsi istismara açıq qapı buraxmış oluruq. Ona görə də biz bu mövzuda daha diqqətli olmalıyıq deyə düşünürəm. Uşaqlarımız yeniyetməlik yaşına çatıb və gedib hardasa qarşısına pornoqrafik bir video çıxıb, baxıb, gəlib üstümüzə. Bu yerdə necə davranmalıdır valideyn? Nədən başlamalıdır? Necə izah etməlidir? Ümumiyyətlə belə bir şey deyim. Tutaq ki, məsələn, cinsi tərbiyə vermədiyimiz hər hansı bir uşaq bunu əlbəttə pornoqrafik videolarla və yaxud nə bilim bu ədəbiyyatlardan istifadə edərək öyrənməyə çalışır və bunun nə kimi problemləri olur? Yetişkin olduğu zaman bu məsələn tutaq ki, pornoqrafik filmdə oynayan aktyor əslində normal deyil, nə mənada normal deyil. Tutaq ki, məsəl üçün biz normalıq, o biraz fərqlidir. Amma biz fərqli olduğumuzu düşünürük. İfadə edə bildim və buna görə də illərlə nə bilim həkimə müraciət edirlər və yaxud problem yaşadıklarını düşünürlər. Burada valideynin tutumu necə olmalıdır? Bunu yenə deyirəm, faciəlaşdırmamalıdır. Amma bunun üçün də önləmlər almalıdır. Yəni bununla danışmalıdır ki, bu məsələ məsələn belə deyək, fiziolojik prosesdir, tamam səndə bu proseslər ola bilər, ancaq bu sənin inkişafı üçün çox zərərlidir. Bunu məsələn tutaq ki, məsələn bəzən valideyn olaraq misal üçün uşağı deyək masturbasiya eləyərkən gördük. Bunu belə çox da faciəlaşdırmadan, amma bunu oturub danışaraq həll eləməyi bacarmalıyıq da. Bu da bizim biraz milli mental dəyərlərimizlə bağlı bir sıxıntılardır. Çünki çox da demokratik bir ailədə yetişmədiyimiz üçün və
Bizim övladlarımız da çox da demokratik olmadığı üçün bunu çox faciələşdirirlər və yaxud uşağı danlayırlar və bu da çox bizim şəxsiyyətimiz üçün çox ciddi problemlər yarada bilər. Cinsi istəyin başlaması ilə həm də məktəblərdə, qonşularda artıq uşaqların sevgi hissi ilə tanışlığı başlayır. Biraz daha ciddi, məsələn 5-4 yaşlarında olan sevgidən özlərinə aşiq, Leyli Məcnun hiss etməyə başlayırlar. Bu cinsi tərbiyəyə daxildirmi? Necə davranmalıyıq? İlk sevgi, ilk məhəbbətlə cinsi tərbiyə məhəbbəti eyni mi olmalıdır, yanaşma eynidirmi? Əslində Freudun bir sözü var, deyir, sevgi yoxdur, libido var. Yəni biz əslində libido duyğusu ilə birini sevirik. Düzmü deyir? Yəni mənə görə düz deyir, amma bu mübahisəli biraz məsələdir. Məncə də mübahisəlidir. Amma belə götürək, məsələn, ümumiyyətlə biz, məsələn, valideyn olaraq uşaqlarımızla elə bir münasibət qurmalıyıq ki, bizə hər şeyi paylaşa bilməlidirlər. Yəni aramızdakı münasibət həm çox yaxın, həm də çox məsafəli olmalıdır. Düzdür, bunun dengəsi biraz çətindir. Amma bunu bacara bilsək, düşünürəm ki, bu sevgi münasibəti də əslində cinsəlliyə girən bir mövzudur. Bizim məsələn valideynlərimizin təməl qorxusu nədir? Bu məsələ dərslərə mane olar prinsipidir. Olurmu doğrudan? Məncə deyərdim ki, çox az, ikisini bir yerdə idarə edən insanlar da çoxdur. Amma bunu yaşamadığımız müddətcə də biz şəxsi, tamam, bəlkə akademik olaraq başarılı ola bilərik. Amma fərd olaraq, şəxsiyyət olaraq tam yetişə bilmirik. Düşünürəm ki, ikisini də bir arada götürmək və valideynimiz bu mövzuda bizi çox da eləməməli, baskı eləməməli deyə düşünürəm. Bəs necə davranım? Məsələn, 14 yaşında qızım var, oğlum var. Gəlib mənə deyir ki, filan oğlandan, qızdan xoşum gəlir. Çox təəssüf ki, mən cinsiyyətçi biri deyiləm. Amma etiraf eləyim ki, gördüklərimdən deyim ki, oğlana münasibətlə qıza münasibət bir olmur. Əgər oğlumuz 14-15 yaşında bir qızı sevirsə, biraz da fəxr eləyirik, qürrələnirik. Amma qızımızın kimdənsə xoşu gəlirsə və bu haqqda bir nəsə şübhəmiz yaranırsa, onu birinci deyirik ki, olmaz, sonra biraz fiziki şiddətə, mənəvi şiddətə çeviririk münasibətimizi. Bəs normal davranış necə olsun? Ümumiyyətlə biz bu məsələni dərsdə bir dəfə danışmışdıq. Tutaq ki, bir qızınız var və onun bir sevgisi var, sizin reaksiyanız necə olur? Onsuz da siz onu baskılasınız, bu gizli şəkildə olmağa başlayacaq. Amma bir də var ki, bunu kontrollu, yəni müəyyən sərhədlər daxilində buna icazə verməliyik deyə düşünürəm. Bəli, deyirik ki, mental dəyərlərimiz var, mental dəyərlər bizə mane olur. Amma bugün sosial şəbəkələrdə heç o mental dəyərlərin mu hərfi də yoxdur. Yəni xeyli biz açıq-saçıq 14-15 yaşında qızlarınla hər söhbəti danışan valideynlər görürük. Amma bu mövzuya gələndə, niyəsə vacib mövzuya gələndə mental dəyər yadımıza düşür. Dediyimiz kimi, məsələn, qızları bu mövzularda çox baskılayanda kişilərə qarşı bir nifrət və ya miflər yaranır da. Bu da vaginizm probleminə gətirib çıxara bilir. Uşağı məsələn cinsiyyətçi yetişdirdiyimizdə, məsələn, tutaq ki, bu oğlandır, bununla oynama, bu çox ciddi problemlər ortaya çıxara bilir. Ona görə də icazə verməliyik deyə düşünürəm. Ən böyük problem nədir? Ciddi problem. Ən böyüyü nədir? Vaginizm? Qadınlarda daha çox vaginizm olaraq ortaya çıxır. Bəs kişilərdə? Kişilərdə belə bir şey olur. Məsələn, tutaq ki, dediyimiz kimi porno filmlərə baxır. Məsələn, normalda cinsel münasibətinin daha az olduğunu düşünür vaxt olaraq. Özünə inamı itir. Özünə inamı itir, özgüvəni düşür. Ona görə də biz əgər cinsel tərbiyəni vaxtında verməsək, bu çox ciddi, hətta belə deyək də, cinsel sapqınlıqlara doğru belə gedə bilər yəni. Bu çox önəmlidir. Vasif bəy, ana-ata mühafizəkardır və yaxud da ki, utancaqdır. Uşaqları onlardan daha cəsarətli çıxıb və verdiyi suallara valideynlər cavab verə bilmir. Başqa kimsə müdaxilə edə bilərmi? Hansı ailə üzvümüz bizim uşağa cinsi tərbiyə verə bilər? Belə bir icazəni kimə verə bilərik? Ümumiyyətlə bunun bir sərhəddi yoxdur, amma bu işdə mütəxəssis olmaq lazımdır. Çünki yanlış yönləndirmə də başqa problemlər çıxara bilər. Əgər belə deyək, ailəmiz mühafizəkardırsa, ən azından bu işin mütəxəssisinə müraciət edə bilər və yaxud məktəb psixoloqu varsa, məktəb psixoloquna müraciət edə bilər, həkimə müraciət edə bilər və bu mövzuda onlara dəstək ola bilər deyə düşünürəm. Siz psixoloqsuz?
ən çox sizə müraciət edənlər bu mövzu ilə bağlı hansı suallar verirlər? Bu mövzu ilə bağlı misal üçün deyək. Tutaq ki, ilk cinsəl ilişkisi uğursuz alınıb, məsələn, oğlan həmcinsini nəzərdə tuturam və bu buna çox travmatik şəkildə ortaya çıxıb. Ya da bəzən məsələn erkən boşanma ilə bağlı problemlər yaşayırlar və yaxud belə deyək də cinsel olaraq özləri tam istədiyi səviyyəyə gələ bilmədiklərini düşünürlər. Bu mövzularla bağlı daha çox suallar olur, belə deyə bilərəm. Sonuncu sualımı verəcəm. Buyur. Mütəxəssisə getməyən valideyn uşağı ilə hansı yaşdan, hansı dövrdə necə davranmalıdır? Cinsi tərbiyə mövzusunda nələr oxumalı, nələr bilməli, hansı tərəfdən özünü inkişaf elətdirməlidir? Ümumiyyətlə belə bir şey deyim. Bu təkcə atanın və ya ananın məsuliyyəti deyil də, ikisinin bir yerdəki bir məsuliyyətidir və bununla bağlı bir çox ədəbiyyatlar var, istər yerli olsun, istər xarici ədəbiyyatlar olsun, oxuya bilərlər və oxuyub özlərini inkişaf elətdirdikcə əslində özlərinin də fərqinə varmağa başlayacaqlar. Yəni özlərini də kəşf edəcəklər. Ona görə ən təməl məsələ, yəni psixoloqların ən önəm verdiyi şey fərqindəlikdir. Yəni fərqindəliyimiz artdıqca biz uşaqlarımıza qarşı da fərqində oluruq. Çox maraqlı, çox vacib bir məsələni müzakirə elədik. Saatlarla danışmaq olar, amma bu günlük hələlik bəsdir deyirik. Elə bunları bilsək və bu mövzuda bildiklərimizi uşaqlarımıza düzgün təbliğ edə bilsək, mənə elə gəlir ki, onlar özlərini qoruya biləcəklər və bu günümüzün xeyli böyük bəlası olan cinsi istismardan uzaq qalacaqlar. Bu çox vacibdir. Bu mövzunu, önəmli mövzunu klinik psixoloq Vasif Bəşirovla müzakirə elədik. Yenidən görüşəcəyik. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Minnətdaram. Dostlar, Zümrüdlə addım-addım yenə görüşünüzə gələcək. Düşünürəm ki, sizə yol göstərməyə və növbəti addımlar atmağa kömək edə bilirik.